Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan üçbucaqlar bölməsindən 37-ci sualın izahına baxacağıq. Demək, videonu çəkərkən bizim vaxtımız çox getməsin deyə şəkli deməli öncədən hazırlamışam. Baxağım, burada demək, məsələn şərtində deyir ki, ABC üçbucağında AB bərabərdir BC-yə. Yəni, bu üçbucaq necədir? Bərabər yanlı üçbucaqdır. Yəni, AB tərəfinə bir x desək, BC tərəfi də uzunluğu x olacaq. Və burada deyir ki, D nöqtəsi A1, Y nöqtəsi isə nədir? BC tərəfi üzərindədir. Sonra digər şərtlər bizə deyir ki, YD perpendikulyardır AB-yə. Yəni, bu nöqtələri birləşdirəndə bu parça DY parçası nədir? AB yan tərəfinə perpendikulyar olur. Və bizə başqa bir şərtdə deyir ki, AD bərabərdir DB-yə. Deməli, AD bərabərdir DB-yə. Deməli, bu nöqtə nədir? Orta nöqtədir. Yəni, bu hissə ilə bu hissə bərabərdir. Digər tərəfdən bizə deyir, AC tərəfinin uzunluğu 14-dür və perimetr AYC 32 olarsa, bizə AYC deyirsə, deməli biz bunu burada birləşdirib AYC üçbucağını yaratmalıyıq. Baxalım, burada AYB üçbucağında DY parçası perpendikulyardır, qarşı tərəfi yarıya bölür mediandır, deməli həm tən bölən, həm də hündürlük olur. Belə çıxır ki, burada bu necə üçbucaq olacaq? Bərabər yanlı üçbucaq olur. Bir sözlə belə deyək. Yəni, bu hissəyə mən Y desəm, buranın da uzunluğu Y olacaq. Və bu yan tərəfi biz X ilə işarə eləmişik. Onda buranın uzunluğu nə qədər olacaq? X çıxılsan Y qədər. Yəni, BY Y olduğundan YC nə qədər olacaq? X çıxılsan Y qədər. Və perimetrin şərtini bura tətbiq edəcək. Yəni, bu AYC üçbucağın perimetri 18, demək 32-dir deyir. Demək, Y plus X minus Y plus 14 bərabərdir 32. Buradan həll eləsə Y-lər islah olur. X bərabərdir qalacaq burada 18. Yəni, bu məsələnin cavabı 18 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.